Xeyir, bugündən yeni bir fəslə keçirik. Yumor və hikmət. Gəlin bir A tapşırığına baxaq. Bildiyiniz bir gülməli əhvalat danışın. Sizcə bu əhvalat gülüş doğuran nədir? Məsələn, mən bildiyim bir dənə əhvalatı sizin üçün danışım. Kamran, boynunu al. Sənin yerinə bu tapşırığı kim yazıb? Müəllim, bilmirəm. Düz sözümdür. Mən yatmağa tez getmişdim. Gəlin baxaq görək, burada gülməli olan nədir? Şagird tapşırığı özü yazmayıb, başqası yazıbdı. Deyir, bilmirəm, mən tez yatmağa getmişdim. Yəni, xəbərim yoxdur. Yəni, onun tapşırığını kimin yazmağından xəbəri yox imiş. Molla ilə oğlu. Bir gün Molla Nəsrəddin oğlunun yanına salıb eşəklə gedirmiş. Yoldan keçənlər deyir, buna bax, o boyda kişi, kişi minib uşağı piyada aparır. Yəni, birincidə Molla özü minib uşağı aparır. Uşaq piyada gedir. Molla eşəkdən düşüb uşağı mindirir. Yol qırağında oturanlar bunu görüb lağ eləyirlər. Bu səfər nə olur? Deyir, kişiyə bax, oğlanı mindirib eşəyə, özü piyada gedir. Belə olanda Molla eşəyə minib uşağı tərkinə alır. Tərkin alır. Yenə də yoldan ötənlər qulp qoyurlar. Sən bir buna bax. İki adam bir cansız eşeğe minibdi. Bu səfər də ikisi mindi. Molla əlacsız qalıb uşaqlarla birlikdə eşəkdən düşür. Piyada getməyə başlayırlar. Bunu görən yolcular gülüşürlər. Bunlar nə ağılsız adamlardılar. Yanlarında eşək ola ikisi də piyada gedirlər. Bu səfər də eşək yanlarında bunlar piyada gedirlər. Axırda Mollanın əlacı kəsilir, eşəyi belinə alıb deyir. Hamiyə qulaq assan, gərək eşəyi belinə alasan. Axırda da Molla neyniyir? Eşəyi belinə alıb gedir. Deyir, mətndə neçə epizod var? Hansı epizod sizdə gülüş doğurdu? 5 epizod var. Gəlin baxaq görək bizdə hansı ən sonuncu epizod. Gülüş doğurdu. Həqiqətən də sonda şəkildən də baxanda gülməli görünür. Mətndə hansı cümlədə əsas fikri ifadə edir? Həmin fikri başqa cür necə ifadə etmək olar? Mətndə hansı? Uzaq yolu piyada sağlamlığa faydalı, xeyir. Heyvanlara mərhəmətli davranmaq lazımdır, xeyir. Başqalarının dediyi ilə oturub durmaq olmasın. Baxın, ən sonuncu epizodda nə deyir? Hamıya qulaq asın, gərək eşəyə belinə alasan. Ona görə başqalarının dediyi ilə oturub durmaq olmaz. Yaxşı, nə deməkdir bu? Gərək bir addım atanda başqalarının sözünə qulaq as, dinlə, onlara məsləhət al. Amma sonda özün bildiyin doğru qərarı ver. O demək deyil ki, heç kimin heç vaxt sözünə qulaq asma, hamı səhv deyir. Elə bir şey deyil. Sən onların hər kəsi dinləməlisən, qulaq asmalısan, baxmalısan ki, hansı daha doğrudur, özün sonda qərar verməlisən. Baxın, biz burada C variantı seçdik. Həmin C variant deyir, həmin fikir başqa cür necə ifadə etmək olar? Bax, burada yazdım, qeyd elədim. İnsan hər hansı bir iş görərkən insanlardan məsləhət almalı, onları dinləməlidir. Lakin sonda öz qərarını verməlidir. Lətifə, gəlin baxaq, yeni bir yadda saxla rubrikasıdır. Lətifələr haqqında yeni məlumat öyrənəcək. Gəlin baxaq, lətifə nə deməkdir? Gülməli, məzəli əhvalat. Lətifə deyəndə ağlımıza nə gəlir? Gülməli, məzəli əhvalat haqqında yığcam qısa hekayədir. Lətifələrin əsas ideyası sonda aydınlaşır. Lətifələr əyləndirmək məqsədi daşıyır, lakin mətnlərdə çox zaman hikmətli fikirlərlə ifadə olunur. Əsasən də lətifələr Molla Nəsrəddinlə başlayır. Daha çox Molla Nəsrəddinin adı lətifələrdə keçir. Lətifəni oxuyun, lətifəyə aid xüsusiyyətləri əsaslandırın. Mollanın dişi tez-tez ağrıymış. Həftələrlə üzünü, gözünü sarıyıb ufuldaya gəzirmiş. Molla qorxudan həkimə getmirmiş. Bir gün dostlarından birisi deyir, ay Molla, bir diş çəkdirmək nədir ki, belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən də belə
Elə bu saat gedib çəkdirərdim. Molla deyir, bu diş sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Əslində burada birinin yerinə demək çox asan görünür. Mən sənin yer olsam filan şey eləyərdim, amma elə deyil də. O da deyir ki, mənim də dişim sənin ağzında olsaydı, mən də sənin yerinə deyərdim ki, get dişimi çəkdir də. Yəni o ağrını sən çəkmirsən, mən çəkirəm. Qorxanda mənəm. Təbii ki, o diş çəkiləndə ağrısını çəkəcək olanda mənəm deyə. Sənin üçün qıraqdan demək asandır. İndi sənin də dişin ağrısaydı, mənim üçün də demək çox asan gələrdi. Yəni bunu demək istəyir. İndi bizə deyir ki, burada lətifəyə aid xüsusiyyətlər nədir? Yığcamdır, yəni qısadır. Gülüş doğurur. Gülməlidir və yaxud da yaza bilərsiniz. Hikrətamiz məzmunu var. Hikrətamiz məzmunu var. Əsas fikir sonda aydın olur. Hansı atalar sözlə lətifinin ideyasını ifadə edir? Ağrımayan başa dəsmal bağlamazlar. Ağrıyan dişi çəkmək gərək. Bu canın o candan xəbəri olmaz. Elə bax, doğru cavab budur. Bu canın o candan xəbəri olmaz. Yəni sənin dişin ağrımır deyə sənin üçün deyirsən ki, get çəkdir. Amma o çəkəndə diş çəkməyin niyə qorxurlar? Yəni o diş çəkəndə çox ağrı verir axı. Ona görə də bu da qorxur. Deyir, yəni başqasının yerinə məsləhət vermək çox asandır. Deyir, bir neçə lətifə öyrənin və ailə üzvlərinizə danışın. Baxın, siz Google-da yazsanız, gülməli lətifələr, burada çoxlu qabağınıza belə lətifələr çıxacaq. İstədiyinizə daxil olub, nə edə bilərsiniz? Oxuyub, valideynlərinizə də danışa bilərsiniz. Bax, burada bu cür şəkildə qeyd olunubdur. İstədiyiniz qədər var. Keçək iş dəftərimizə. Gəlin baxaq. Tərkini almaq, əlacı kəsilmək, qulp qoymaq. Nöqsan tapmaq üçün bəhanə axtarmaq, qulp qoymaq deməkdir. Atı və ya eşeği sürərkən kimisə arxada otuzdurmaq, tərkini almaq. Çarəsiz, ümidsiz qalmaq, çıxış yolu tapa bilməmək, əlacı kəsilmək deməkdir. Gülüş yaradan cümlələrin altından xətt çək. Bir gün Molla Nəsrəddin qonşusunu deməli onun yanına gəlir. Molla eşeğini ver, bazara getmək istəyirəm. Molla andaman eləyir. Vallah, eşeği evdə deyil. Uşaq buğda yükləyib dəyirmana aparıb. Elə bu vaxt eşeğin səsi gəlir. Bunu eşidən qonşu deyir. Molla, utanmırsan? Eşek tövlədə ola mənə yalan deyirsən? Molla hirslənib deyir. Mən boyda ağsaqqal kişiyə inanmırsan, tövlədəki eşeğə inanırsan. Hə. Deməli, qonşusunun yanına gəlir, eşeği verməyini istəyir. Amma Molla deyir ki, yox, mənim eşeğim deyir ki, evdə deyil. Uşaq buğda yükləyib aparıb dəyirmana. Və eşeğin səsi də gələndə artıq yalanı ortaya çıxır axı. Axırda qalır deyir ki, mən boyda ağsaqqala inanmırsan, tövlədəki eşeğə inanırsan. Deyir, hansı atalar sözü lətifənin ideyasına uyğundur. Yalançının evi yanında heç kəs ona inanmadı. Böyük danışanda kiçik susar, yalançının şahidi yanında olar. Sözün üzünü zarafatla deyərlər. Bax, yalançının şahidi yanında olar. Yəni, yalancılıq elədi. Yalanı da ortaya çıxdı da. Eşik orada səsi çıxdı. Deyir ki, lətifədəki Molla obrazına münasibət bildir. Molla neynir? Yalan danışır qonşusuna. Əslində Molla Nəsrəddin, ümumiyyətlə belə deyək də, yumor və hikmət fəslində ən çox baş qəhrəman olaraq Molla Nəsrəddin seçilir. Molla Nəsrəddində həyatda hazır cavab çox bilmiş, eyni zamanda adam avam olub, sadələf olubdur. Amma hazır cavablığına görə vəziyyətdən çıxmağı bacarıbdır.
Təkcə Molla Nəsrəddin yox, başqa qəhrəmanlar da var. Gülməli lətifələrdə, Bəhlul Danəndə, Şəkili Hacı dayı və s. Şəkillər ümumiyyətlə zarafatçıl və deyib gülən olur hər zaman. Onların deyəcək maraqlı, gülməli, məzəli lətifələri olur. Bizdən burada nə istəyir? Lətifədəki Molla obrazına münasibət bildirməyimizi istəyir. Aha, mən burada qeyd elədim. Molla qonşusuna eşeğin dərmana getdiyini söyləyərkən tövlədən eşeğin səsi gəlir və Molla yalan danışdığı ortaya çıxır. Mollanın hazır cavab olub pərt vəziyyətdən çıxa bilməsi də lətifədə gülüş yaradır, gülüş doğurur. Molla, əlavə olaraq qeyd edə bilərsiniz ki, Molla necə obrazdır, hazır cavab. Çox bilmiş. Avam sadəlif adamdır. Bu cür yazıb qeyd eləyə bilərsiniz.